Güvenirik Allah'ımız sənə şeytandan müraciət etmişdən bir daha Allahın izni ilə, Allahın yardımı ilə sizləri salamlayıram. Dində olan qız və oğlan qardaşlarımı, Adəm evladlarını salamlar olsun, şükürlər olsun Allaha. Yəni mən Adam oğullarından gedir söhbət, ona görə dedim Adəm evladlarına, Adam oğullarına. Bu Adam oğullarına ki 7-ci surənin 35-ci ayəsində Allah deyib, burada şükür Allaha. Qoy Allah deyən kimi deyim bir daha. 7-ci surənin 35-ci ayəsində Bismillahirrahmanirrahim. Ay adam oğulları, nə vaxt ki gələndə sizin üçün elçilər sizin özünüzdən mənim ayətlərimi sizə hekayət edəndə və kim ki təqvalı olub və islah etdi, onların üzərində xof yoxdur, hüzünlü olmayacaqlar. Yəni mən bu adam oğulları nəzərdə bunu tutdum dedim. Çünki adam oğullarına, adam evladlarına özündən həmişə rəsullar gəlir, öz elçiləri gəlir. Bismillahirrahmanirrahim. Allahın adıyla, Allahın yardımcısıyla inşallah ben bu ayəni deməkdə adam evladlarını dedim və ona görə açıqlama verdim ki, kimdir adam evladları? Quranın dualarını, Quranı başlamamışdan qabaq, qirayətə başlamamışdan qabaq bir daha şükürlər olsun o Allaha ki, minnət qoydu, yardımcı oldu, mənə imkan verirdi ki, bir daha çıxış edeyim. Güvenirik Allah ilə şeytandan müraciət etmişdən ismi ilə Allahın Rəhmanın Rəhimin. Rəbbimiz, sənin izninlə və yardımınla başlayırıq mübarək Quranının çevrilməsinin qirayətinə. Bərəkətli et və qəbul et bizdən niyyətimizi və elmimizi artır. Vasitə axtarırıq üzərinə səni özümüzə arxa vəkil bilib sənə təvəkkül etməyə. Dillərimizi sənin zikrin və şükrünlə rəvan et. At qəlbimizə o şeyləri ki, axirətin günündə bizlərə nicat verər cəhənnəm əzabından. Bağışla bizləri rəhm et. Sən rəhm edənlərin ən yaxşısan. Qəlblərimizdən kini, kidurəti, paxıllığı, təkəbbürlüyü və sənin xoşuna gəlməyən şeyləri silib atmaqda bizlərə yardımcı ol. Ən gözəl neymətindən olan şəhadəti, neyməti bizlərə qismət et. Biz bu duadan öncə güvenirik Allah ilə şeytandan müraciət etmişdən bir daha biz o Allaha güvenirik ki, o Allah ki yoxdur ilahi, ancaq odur, diridir, qəyyumdur. O Allahın adıyla başlayıram ki, o Allahdır ki yoxdur ilahi, ancaq odur, qeybə və şəhadətə alimdir, rəhmandır, rəhimdir. O Allahdır ki yoxdur ilahi, ancaq odur, məlikdir, yəni şahdır, qüddüsdür, yəni müqəddəsdir, salamdır, yəni sülhsevərdir, müminindir, yəni inanandır, mühəyyimindir, yəni qoruyandır, əzizdir, yəni izzətlidir, cəbbardır, yəni güclüdür, mütəkəbbirdir, yəni təkəbbürlük ona yaraşır. Subhandır Allah nədən ki şərik qoşurlar. O Allahdır ki yoxdur ilahi, ancaq odur, xaliqdir, yəni xəlq edəndir, bariyirdir, yəni ucaldaraq yaradandır, müşavvirdir, yəni surət verəndir. Onun üçündür bütün yaxşı adlar. Saya salır onun üçün, nə ki səmalardadır, nə ki ərzdədir. O əzizdir, o həkimdir. Mən 59-cu surənin səhv eləmirəmsə 22-ci ayəsindən başladım. O Allahla adıyla başladım ki, Allah hər daim yardımcı olur. O Allah hər daim kömək olur. Şükürlər olsun, o şərik qoşduqlarından ucadır, əzəmətlidir, qüdrətlidir. O elə bir Allahdır ki, hər şeyə layiqdir, ən xoş sözlərə, ən gözəl sözlərə, tərifə. Şükürlər olsun Allaha. Yenə bir daha salamlayıb, bir daha Allaha şükürlər olsun ki, mənə minnət qoyuldu, yardımcı oldu. Mən öz çıxışımı bugün davam edəcəm. Dünənlərim mən Bal Arısı surəsinin 118-ci ayəsini tamamladım. İndi inşallah 119-cu ayəsindən başlayacaq inşallah. Sonra həqiqətən Rəbbin o kəslər üçün ki, cəhalət üzündən pis əməl etdilər və bundan sonra qayıtdılar, islah etdilər. Həqiqətən Rəbbin bundan sonra qəfurdur, rəhimdir. Həqiqətən İbrahim hənif olaraq Allaha müti olan bir ümmət idi.
və müşriklərdən deyildi. Onun neymətlərinə şükür edərdi. Allah onu seçdi və düz yolun üzərinə hidayət etdi. Və biz onu dünyada yaxşılıq əta etdik. Həqiqətən o, ahirətdə salihlərdəndir. Sonra biz sənə vəh etdik, tabi ol, hənif olan İbrahim millətinə və olmadı o müşriklərdən. Həqiqətən, altını o kəslər üçün ki, təyin etdik ki, onda ixtilaf etdilər. Həqiqətən, Rəbbin qiyamət günü onlar arasında hökm edəcək, nə də ki, oldular onda ixtilaflılar. Dəvət et Rəbbinin yoluna tərəf hikmətlə və gözəl moizə ilə və mücadilət onlarla gözəl tərzdə. Həqiqətən Rəbbin, o yaxşı bilir kim ki, zəlalətə düşüb onun yolundan, o bilir hidayət olunanları. Allah Quranında bir daha şükürlər olsun öyrədir ki, dəvət et Rəbbinin tərəfinə, yoluna gözəl, hikmətli moizə ilə. Ən gözəl, ən hikmətli moizə, yəni Allah öz Quranının vasitəsilə edir. Bu Quranın vasitəsilə gözəl və hikmətli sözlərlə insanları Allaha tərəf çağırmaq olar. Başqa kitablarla yox inşallah. Və əgər cəza verəsə olsanız, sizə cəza verənin misli qədər cəza verin. Və əgər səbr edəsiniz, həqiqətən bu səbr edənlər üçün xeyirlidir. Səbr et və sənin səbr etməyin ancaq Allah ilədir. Və onlara görə hüzünlü olma və etdikləri məkirlərə görə darıxma. Həqiqətən Allah o kəslərlədir ki, müttəqidirlər. O kəslərlədir ki, onlar yaxşılardır. İsmi ilə Allahın Rəhmanın Rəhimin 17-ci surə. Sübhandır, odur ki, seyr edirdi bəndəsini gecədə qadağan olunmuş səzdə yerindən müqəddəs yerinə tərəf ki, bərəkətli etmişik onun ətrafını, ta göstərək ona ayətlərimizdən. Həqiqətən o səmidir, bəsirdir. Əta etdik Musaya kitabı və etdik onu İsrail oğulları üçün hidayət. Nədən ki, məndən İsrail oğulları üçün hidayət edən ki, məndən başqasını özünüzə vəkil götürməyin. Ay kəslərin zürriyyəti Nuhla birlikdə götürdük. Həqiqətən o şükür edən bəndələrdən oldu. Yəni Allah bu Quranın vasitəsilə Musa Aleyhisselama da nazil etdiyi kitab Quran idi. Yəni Musa Aleyhisselamın dili ilə Allah göstərir ki, etdik onu İsrail oğulları üçün hidayət edən. Bəli, Allah Musa Aleyhisselamın vasitəsilə Quranı nazil etmişdi, Tövratı nazil etmişdi və həmin kitabın vasitəsilə insanlar hidayət olunurdu. Bugün də bu kitaba işarədir. Allah bu Quranın vasitəsilə öz Rəsulunun üzərinə nazil olmuş bu Quranın, necə ki Məhəmməd Aleyhisselamın üzərinə nazil olub, Allahın ona salamı, sülhəmin amanlığı olsun. 47-ci surənin 2-ci ayəsini istinad edərək, adı var Quranda, surəsi onun Məhəmməd surəsidir. Yəni bu kitabın ona nazil olması da ondan götürülür. Bu kitabın vasitəsilə Allah, necə ki Musa Aleyhisselamın dili ilə öyrədir, hidayət edəndir. Bu günlərim bu hidayət edən kitab Allah Rəsulları tərəfindən təbliğ olunur. İnsanlara nəzərlərinə çatdırır. Necə ki 16-cı surədə oxudum bayaq, gözəl tərzdə moizə ilə, ən gözəl sözlər, ən gözəl moizə Allahın kitabındadır. Və qəzavət etdik İsrail oğullarına kitabda 2 dəfə ərzdə fəsad edəcəksiniz və böyüklük iddiasında olacaqsınız. Və ondakı ikisindən əvvəlincisi vədə gəldi. Biz qaldırdıq üzərinizə şiddətli qüvvət sahibi olan bəndələrimizi və onların diyarları arasında daxil olarlar və əməl olunar vədəyə. Sonra qüdrətinizi sizə qaytararıq. Bir daha onların əleyhinə sizə mal və oğullarla imdad edərik və sizi çoxlu nəhirlər etdik. Əgər siz yaxşılıq edirsiniz, öz nəfsiniz üçün yaxşılıq edirsiniz və əgər pislik edirsiniz, öz nəfsiniz üçündür. Və onda ki, axırıncı vədə gəldi, ta sizin üzünüzü qaraltmaq üçün daxil olmaq səzdə yerinə. Nə qədər əvvəldə daxil olmuşdular, hər nə üzərində üstünlük tapsalar, həlak edərdilər. Ola bilsin, Rəbbiniz sizə rəhm etsin və əgər siz qaydasınız, biz də qaydarıq və kafirlər üçün cəhənnəmi hasar edərik. Həqiqətən bu Quran hidayət edir, onu ki, doğrudur, bəşarət verir inananlar üçün. O kəslər ki, əməli salihdirlər. Həqiqətən onlar üçün böyük əcr var. Həqiqətən o kəslər ki, ahirət ilə inanmırlar, onlar üçün ələmli əzab hazırlamışıq. Yəni, 17-ci surənin 9-cu ayəsində Allah Teala təkrarlayır, bir daha yenə təkrarlayır ki, bu Quran hidayət edir. Doğrudur, bəşarət verir inananlar üçün. Görürsünüz, Allah öz kitabına
öz kitabına işarə edir. Necə 2-ci surənin 2-ci ayəsində Allah Quranda deyir, bu kitab şübhə yoxdur onda, doğru yol göstərir Allahdan qorxanlara. Həmin 2-ci surənin 2-ci ayəsinin 17-ci surənin 9-cu ayəsi ilə uyğunlaşdırıb bir təfsir kimi vermək olar ki, yəni həqiqətən Allah bunda da deyir, bu Quran hidayət edir, onu ki doğrudur, bəşarət inananlar üçün. Yəni bu bəşarət verilir inananlar ki, bu kitab doğrudur. Bu kitabdan başqa kitablar doğru ola bilməz. Ola bilsin onların içində nəsə sözlər var, örnək kimi, nəsə ola bilsin. Mən oxumamışam, oxumuram düzdür, o kitabları açmamışam. Amma Quran deyil. Onların Qurana adəti bir yoxdur. Çünki o Qurana adəti, Qurana yaxın bir kitab, belə bir kitab mən inanmıram ki olsun, bunun bərabərində, bu Allahın kitabıdır. Bu yeganə kitabdır ki, insanların birliyinə, vahid bir millət, vahid bir ümmət olmağa çalışır. Firqələrdən uzaq bir yerə çağırır bu firqələrə. Amma o kitabları oxuyanda hansısa firqənin kitabını alıb əlimizə oxusaq, ya o firqədən olmalıyıq, ya bu firqədən olmalıyıq. Yəni bu kitabın artıq Allah tərəfindən nazil olmadığına bir daha şahiddir. Bu sübutdur ki, yəni biz əgər o kitablardan hansınızı əlimizə alacaqsa, ya o bir təriqətdən olacaq, ya bu təriqətdən olacaq. Artıq bu parçalanmaya aparır. Parçalanmaya aparmaq, firqələrə bölmək Allaha aid sifətlər deyil, bu şeytana aid sifətlərdir. Bismillahirrahmanirrahim. Sonra Allah deyir ki, həqiqətən o kəslər ki, axirət ilə inanmırlar, onlar üçün ələmlə əzab hazır etmişdir. Yəni bu kitaba şək şübhəsi olanlar, bu kitabın hidayət olmasına inanmayanlar, başqalara belə baş vuranlar, Allah burada deyir, axirət ilə inanmırlar. Çünki axirət ilə inanmaq üçün inanan olmaq lazımdır. İnananlar da ki, doğru yol göstərən kitab bu kitabdır. Və insan özünə şər istəyir, nə qədər xeyr istəyir və insan çox tələsəndir. Və etdik gecə və gündüzü 2 ayət və gecə ayətini silərək və gündüz ayətini edirik görmək üçün. Ondan ötürü ki, axtarasınız fəzl Rəbbinizdən və illərin sayını və hesabınızı biləsiniz. Və küllü şeyi müfəssəl təfsil etdik və biz küllü insanın boynuna quşunu bərkitdik. Xaric edərək qiyamət günü onun üçün kitabı, onu hazır olmuş görər. Dirayət et öz kitabını, kafidir bugün öz nəfsinə sənin hesabın. Kim hidayət tapıbsa, öz nəfsi üçün hidayət tapıb və kim zəlalətdədirsə, öz əleyhinə zəlalətlidir. Yoxdur vəzirlik, vəzirliklə vəzir axırı. Və biz əzab etmədik, ta Rəsul qaldırmamış və onda iradə edək bir kəndi həlak etməyə, əmr edərik sərvətlərinin orada, onlar fisk edərlər orada, haqq olar üzərində onların söz, biz onu bütünlüklə məhv edərik. Və biz Nuhdan sonra nə qədər qərinələrdən həlak etdik, kafidir sənin Rəbbinin bəndələrinin öz günahı ilə xəbir, bəsir olması. Hər kim tez gedəni istədi. Sürətləndirdik biz orada istədiyimiz kəs üçün onu ki istəyirik. Sonra edərik onun üçün cəhənnəmi və məzəmmət olmuş və alçaldılmış halda yansın. Və kim istədi axirəti və səy etdi onun üçün və o inanandır. Onların səylərinə təşəkkür olunar. Biz küllüsünə imdad edərik. Bunları da və onları Rəbbinin ətayəsindən və Rəbbinin ətayəsi qorunub saxlanılan olmadı. Nəzər sal, necə onların bəzilərindən fəzilətli etdik və axirət isə dərəcə etibarı ilə böyükdür, fəzilət etibarı ilə böyükdür. Və etmə Allahla birlikdə axir ilahı ki, məzəmmət olunmuş, unudulmuş olarsan. Və hökm etdi sənin Rəbbin ki, ondan başqasına ibadət etməyəsiniz, valideynlərə yaxşılıq edəsiniz. Əgər sənin yanında onlardan biri ya hər işdə böyüklüyə yetişərsə, onlara uf demə və üstlərinə qışqırma. Söylə onların hər ikisinə kəramətli sözlər. Və hər iki cinahını onların qarşısında mərhəmətlə aç və de Rəbbim onların hər ikisinə rəhm et. Nə qədər onlar məni kiçiklikdə tərbiyə etdilər. Rəbbiniz yaxşı bilir sizin nəfsinizdə olanı. Əgər siz salihlərdən olasınız, həqiqətən o üst tutanlara qarşı qəfurdur. Və yaxınlara, miskinə və yol oğluna öz haqqını ver, israfkarlıq edərək israf etmə. Həqiqətən israf edənlər oldular şeytanın qardaşları, şeytan öz Rəbbinə kafir oldu. Nə vaxt ki, onlardan üz döndərəsən, axtararaq rəhmət Rəbbindən, hansı ki gözləyirsən onu,
De onlar üçün müyəssər olan söz. Heç vaxt əlini boynundan asma və onları geniş açma. Məlğul və həsrət qalarsan. Həqiqətən Rəbbin istədiyi kəs üçün ruzunu genişləndirər və qədərindədir. Həqiqətən o olar bəndələri ilə xəbir, bəsir. Və qətlə getirməyin övladlarınızı qəhətlikdən çəkinərək biz onlara və sizə ruzu veririk. Həqiqətən onları qətlə getirmək böyük xəta olar. Bugün var, bugün bizlərdə də var, bugün bizim ailəmizdə də var. Çox uşaq olanda necə baxacaq suallar verirlər. Hətta dünən yox, səhv eləmirəm ki, sırağa gün belə bir mövzuda bir söhbət açıldı. Evdə sual verir, necə baxacaq? Bu kasıb vaxtında onu neynir, belə sual verirdi. Mən bu həmin ayəni mən bunlara xotdum ki, görürsünüz, Allah nə deyir? Çünki Allaha ruzu verməyinə inanmırlar. Yəni Allah buranda deyir, biz onlara ruzu veririk. O bizə aiddir. Yəni bunu düzdür, inanmaqda mən özüm də gərək inanım buna. Şükürlər o çalışıram. O pis, o qaranlıq fikirlər ki gəlir mənim ağlıma ki, necə o suallar gələndə mən artıq istəmirəm o suallar gəlsin mənim qəlbimə. İstəyirəm ki, çıxsın mənim qəlbimə. Ona görə güvəndim Allaha, şeytandan müraciət etmişdən və 59-cu surənin axırıncı ayələrini oxudum ki, o Allahın adıyla, o Allahdan başlayıram ki, Allah mənə yardımcı olsun, o şeytanın vəsvəsəsini, pis fikirlərini, o niyyətləri gətirməsin və burada oxuduqlarıma özüm yəqinliklə inanım və oxuduqca da o ətrafda oturub, kənarda oturub mənə baxanlar da inansınlar Allahın yardımıyla. Şükürlər olsun Allaha, həmd olsun Allaha. Və zinaya yaxınlaşmayın, həqiqətən o fahişəlik və pis yoldur. Və qətlə getirməyin nəfsi ki, hansı ki haram edibdir Allah. Ancaq haqq ilə. Və kim zülm ilə qətlə getirilərsə, fəqət biz etdik onun üçün sultanlıq və israf etməsin qətildə, həqiqətən ona yardım olunmuşdur. Yaxınlaşmayın yetimin malına, ancaq yaxşılıqla ta həddi buluğa yetişər və əhdinizə vəfa edin. Həqiqətən əhdə görə sual olunar. Və ölçüdə vəfalı olun, ondakı ölçürsünüz və insafla düzgün olaraq vəzn edin. Bu sizin üçün xeyirlidir, yaxşı nəticəsi var. Ona ki elmin yoxdur, onun ardınca getmə. Həqiqətən eşitmə, bəsidət və könül, küllü onlar onun barəsində sual olunlar. Və ərzdə ifadə ilə gəzmə. Həqiqətən sən ərzi dəlib keçən deyilsən və dağların ucalığına yetişən deyilsən. Bunlar küllüsü Rəbbinin yanında ikrah doğuran pis işlərdir. Bu Rəbbinin sənə vəh etdiyi hikmətdəndir. Və etmə Allahla birlikdə axır ilahi ki, cəhənnəmdə məlum olan nifrətlə qarşılaşarsan. Rəbbiniz seçdi sizə oğlanları, özünə mələklərdən qadın mı götürdü? Həqiqətən əzəmətli sözlər deyirsiniz. Və əlbəttə bu Quranda sərf etdik onların yad etməsi üçün və bu onlarda ancaq nifrət artırdı. De, əgər onunla birlikdə ilahilər olsaydı, nə qədər deyirlər, onda onlar ərşin sahibinə yol axtarardılar. Sübhandır o və alidir bütün böyüklərdən ki deyirlər. Saya gətirir onu 7 səma və ərş və kim ki onlarda var. Və əgər şeydən ancaq saya salır həmd ilə onu, lakin siz onların saymalarını anlamırsınız. Həqiqətən o həlimdir, qəfurdur və onda ki qirayət edirsən Qur'anı səninlə və o kəslərin ki axirətə inanmırlar arasında gizli hicab etdik və etdik qəblərinin üzərində örtük və onu anlamayalar və qulaqlarına karlıq və onda ki Rəbbini yad edirsən Qur'anla vahid olaraq onlar üz döndərirlər nifrətlə, idbarlı halda. Bəli, bu günlərim hardasa bir oturub, hardasa bir yığıncaqda ancaq Allahı vahid olaraq təbliğ edib, Allahdan danışanda, Qur'anın ayələrini təbliğ edəndə, əsasən ki, Qur'anı təbliğ etmək üçün, yəni öz vəzifəvi deyəndə ki, sən kimsən, nəbisən, mürsəlsən, ya rəsulsan və vahid olaraq Allahı burada təbliğ edəndə, bəli, insanlar coşurlar, insanların xoşuna gəlmir. Bu da şeytandandır, bunu şeytan eləyir. Çünki insanlar bilməlidirlər ki, ancaq harada oturarıqsa, tək Allahdan danışarıqsa, Allah o yerə ruzu nimət, o yerə sülh əmnamanlığı gətirər. Bugün burada oturub peyğəmbərlərdən, imamlardan, kimlərdən o qədər şeylər danışmaq olar ki, yəni o axirət üçün nicat deyil.
Çünki onu danışarıqsa da onun bizə nə adəti var? Çünki Allah Quranda 2-ci surənin 134-141-ci ayətində dönə-dönə təkrarlayır ki, onlar bir ümmət idi, gəldilər, getdilər. Nə kəsb etdilər, özləri üçün getdilər. Onlar haqqında sizdən sorğu-sual olunmayacaq. Yəni Allah ancaq onun haqqında danışmağı tələb edir. Yad edin Allahı çoxlu-çoxlu yad etməklə. 62-9. Yəni Cümə surəsində Allah deyir bu ayəni və burada da Allah bu ayədir. Yəni Quranın 69-cu ayəsində bu ayəni də necə deyim açıqlama kimi vermək olar ki, ancaq Qurandan vahid olaraq Allahdan danışmaq. Ancaq Allahdan. 62-9-da dedi, hara getdiniz, harada olsanız, istər burada, istər qeyri yerdə, ancaq vahid Allah olaraq təbliğ edəriksə, Allahdan danışarıqsa, bu Allahın xoşuna gəlməndir. Yəni biz də Allahın xoşuna gələn şeylər edək ki, onun bəndələrindən olaq. Qoy ətrafdakılar səni bəyənməsin, qoy ətrafdakılar sənə pislisin. Sən onların yanında pis olayıb yox, Allah yanında yaxşı olmaqdan gedir. Tək Allah yanında yaxşı, seçilib sayılan olaq. Və biz yaxşı bilirik nəyi eşidirlər, onda ki eşidirlər səni və onda ki onlar sirli söhbətlər edirlər, onda deyirlər zalimlər ki, siz ancaq tabi olursunuz sehirkar kişiyə. Nəzər sal, necə məsəl vururlar sənə və cəlalətdədirlər yollarını, tapa bilmirlər və dedilər, onda ki biz sümük və sınıqlardan ibarət olacaq, həqiqətən biz qalxıb yenə xəlq olacaq. Daş ya dəmir olsanız, ya sizin xilqətiniz nədən ki üzərinizdə fikirləşəsəniz böyük olar və deyəcəklər, kim bizi qaytarar? Odur ki, yaratdı sizi əvvəl dəfədə və onların başlarına sənə tərəf bulayıb deyərlər. Nə vaxtdır o? Ola bilsin ki, yaxın olsun. Həm də olsun Allaha. Yəni, bugünkü bunu danışanda həmin səhnələr gözümüzün qabağına gəlir. Belə çox belə suallar verilir. Çox, istər kənarda, istər ailənin içində bu günlərin Allahın onları bir daha dirilib qaldırdığına inanmaq biraz ağır gəlir. İnanmaq çətindir, yəni inanmırlar. Şükürlər olsun Allaha ki, həmd olsun Allaha. Balaca bu necə Allah deyir ki, biz bilirik nəyə eşidirlər, nəyə eşitmirlər. Yaxşı ki, biz Allahın o haqq olan ayələrindən bir balaca eşidib qəlbimizə iman gəlib ki, var, bu olacaq. Şükürlər olsun, mən inandım nə ki nazildir mənə və nə ki nazildir mənim rəsulumun üzərinə. İnandım ki, bugün Allah yardımcı olub ki, bugün Allahın ayələrini insanlara buradan dirayət edirəm. Şükürlər olsun o Allaha ki, bu yəni özümü bəyənmək deyil. Mən özümü kimləsə üstün tutmuram, əstağfurullah, əstağfurullah deyirəm, Allah keçsin günahımdan. İndi ola bilsin, burada nəsə deyirəmsə, bəlkə də pis ola bilər, pis kimsə başa düşər ki, özünü böyük axtarır, özünü belə inanan kimi yox, xeyr. Bir daha yox, mənim vəzifəm o deyil ki, mən özümü burada təbliğ edeyim və özümü göstərim burada. Görürsünüz, mən çalışıram ki, Quranı oxuyum. Yəni, burada öz sözlərimlə danışa bilərəm. Allahı burada təbliğ etmək üçün öz sözlərimlə ki, belədir, belədir, o qədər açılıqlamalar gedir. Mən çalışıram ki, Quranı oxuyum və Quranın ayələrini insanlara buradan çatdırım. Çünki Allah bayağı Quranda dedi, gözəl mucizə ilə hidayətdir. Çalışıram bu Allahın ayələrini insanlara oxuyum. Yəni, bu nə demək odur ki, bu səhnələr var, bugün inanmırlar. Yəni, belə bir səhnədən biri də olmuşdu ki, bizim qardaşlarımızdan birinin atası rəhmətə getmişdi. Mən özüm də orada iştirakçı olmuşam. Dəfn mərasimində qəbristanlıqda o gəzən mollalardan biri yaxınlaşdı, əlində o çərəkə ilə ki, güya ki, nəsə gəlib oxuyacaq. Bizim qardaşdan biri sual verdi ki, ay molla, ay axund, həmin o köhnə qəbir idi, qazılanda qəbirin üstünə atasının qəbrinə qoyurduq və ona sual verdi, səhv eləməmsə, Allahın salamı olsun, Eyxan salam idi. Dedi, deyirlər ki, biz öləndən sonra diriləcək, bu sümük diriləcək və ya. O, həmin molla axund əlində kitab ki gəlmişdi, özünü bir inanan kimi, dindar kimi göstərdi. Buradan dedi, yox, yalan şeydir, yəni boş şeylərdir. Yəni bu günlərim bu danışmaqda məqsədim nə idi ki, yəni bu özünə başında papaq, əlində kitab, əlində təsbih, üzündə saqqal, dindar kimi gəlib, bugün düzdür bizləri tanımadı və bizlərə bu öyüd nəsiyyət verdi ki, yox, boş şeylərdir. O nədən ibarət gəlir?
o əlindəki kitabda ki, nəyi ki oxuyursa, nədən ki o qidalanır, ona inanır. Demək, onun əlində oxuyanlara, o oxuduğu kitablarda, demək, Allah ona elə öyrədilir. Əgər Allahın kitabını oxusaydı, Allahdan qorxsaydı, o sözləri deməzdi. Çünki oraya gəlmişdi, yəni bir kəlmə desin, indi bir iki manat, oradan cibinə pul qoysunlar, çıxsınlar, geçsinlər. Yine şükür Allah'a, Qurandan uzaqlaşmıyor. Bu belə danışdım ki, yəni bu hadisələr nəinki sadə cəmaat, hətta əlində kitab alıb özündən molla dindar deyənlər inanmırlar. Bizim ölüb sonra dirilməyimizə. Bismillahirrahmanirrahim. Və bəndələrimə de ki, yaxşı sözlər söyləsinlər. Həqiqətən şeytan onların arasında dava salar. Həqiqətən şeytan insanlar üçün aşkar düşməndir. Rəbbiniz sizi yaxşı bilir. Əgər o sizə rəhm edər, ya əgər sizə əzab edər. Və biz səni onların üzərinə vəkil göndərmədik. Və Rəbbin yaxşı bilir o kəsi ki, səmalarda və ərzdədir. Və biz fəzilətli etdik. Bəzi nəbiləri bəzilərindən və Davuda zəburu əta etdik. Və çağırın o kəsləri ki, zənn edirsiniz ondan başqa. Və onlar malik deyirlər, şəfa edib zərəri sizdən götürsünlər və dəyişə də bilməzlər. Həmin o kəslər ki, çağırırlar, onlar özləri Rəblərinə tərəf vəsilə axtarırlar. Həmin o kəsləri ki, çağırırlar, onlar özləri Rəblərinə tərəf vəsilə axtarırlar. Onlardan kim daha yaxındır və onun rəhmətinə müraciət edirlər. Onun əzabından xoflanırlar. Həqiqətən Rəbbinin əzabından həzər etmək olar. Və əgər kənddən ancaq biz həlak edək onu, qabaq günü qiyamətin, ya əzab edərək onu əzabla şiddətli, bu kitabda sətirlənibdir. Və bizim ayətlərlə göndərməyimizə mane ancaq əvvəlkilərin onu yalan sayması idi. Və Səmuda naqəni əta etdik, bəsidətlə görsünlər və zülm etdilər onun ilə. Və biz göndərdik ayətlərlə ancaq qorxurmaq üçün. Və onda dedik sənə, həqiqətən Rəbbin insanlar ilə əhatəlidir və etdik o röyanı ki, sənə göstərmişdik. Ancaq insanlar üçün sınaq və Qurandakı məlum ağacı. Və biz onları qorxuduruq, ancaq bu onların böyük tuğyanını atırır. Və onda biz dedik mələklərə, səcdə edin adam üçün, səcdə etdilər, iblisdən başqa dedi. Mən o kəsi ki, səcdə edəcəyəm ki, onu gildən xəlq etmirsən, dedi. Görmürsənmi, bu odur ki, mənim üzərimdə kəramətlidir. Əgər mənə qiyamət gününə qədər möhlət verəsən, ancaq az bir qismindən başqa, onun zürriyyətlərini özümə tabi edərəm. Dedi, get və kim tabi olsa, sənə onlardan həqiqətən cəhənnəm sizin cəzanızdır və cəzasıdır bütün. Və nə qədər bacarırsan, səsinlə onlara əyləndir. Cəlb et tamam süvar və piyada qoşunu. Onlara qarşı şərik ol onlara mallarında və övladlarında və onlara vədlər ver və şeytan onlara ancaq qürur vəd verir. Həqiqətən mənim bəndələrimin üzərində sultanlığın yoxdur və kafidir Rəbbin ilə vəkillik. Rəbbiniz odur ki, sizin üçün gəmiləri dəryada cari etdi. Onun fəzlindən axtarmanız üçün. Həqiqətən o oldu sizinlə rəhim. Bəli, Allah burada öyrədir ki, Allahın bəndələrinin üzərində şeytanın hökmü yoxdur. Allahın bəndələrinin üzərində şeytanın hökmü ona görə olmur ki, çünki Allah elə bir silah verib ki, yeganə bu silahdır ki, ancaq şeytana qalib gəlmək olar. Onun ilə çalışıb, ancaq Allahı çoxlu-çoxlu yad etməklə, Allahı zikr etməklə, Allaha ibadət etməklə şeytanı öz yaxınımıza buraxmamaq. Yəni, özümüzdən uzaqlaşdırmaq. Çox çətindir, ağırdır, amma şərəflidir, məsuliyyətlidir. Onda ki, sizə dəryada zərər toxunur, ondan başqa çağırdıqlarınız itib aradan yox olur. Və amma elə ki, sizə nicat verərək qurya tərəf yetirdi, siz üz döndərirsiniz. Həqiqətən insan, kafir. Əmin oldunuz ki, qurunun bir hissəsi sizi udmaya, ya üzərinizə daş endirilməyə, sonra sizin üçün vəkil də tapılmaz. Yoxsa əmin oldunuz ki, sizi bir daha ora qaytarmaya və sizin üzərinizə məhv edən külək göndərib küfrünüzə görə sizi qərq etməyə. Sonra bizim əleyhimizə sizin üçün kömək edən tapılmaz. Və biz adam oğullarını kəramətli etdik və onları quruda və dəryada daşıdıq. Ruzləndirdik onları faşlıqla. Fəzilətli etdik onları fəzilətli xəlq etdiklərimizin əksəriyyət üzərində. O gün bütün insanları imamları ilə çağırarıq və kimin yazısını sağ əlinə verərlər. Həmin onlar qirayət edirlər yazılarını
və onlara zərrəcə zülm olunmaz. Və kim bundan sonra kör olarsa, ahirətdə də kör olar və zəlil olaraq yoldan azar. Və yaxın idi ki, səni sınağa çəksinlər. Onda ki, səni vəh etdiyimizdən qeyrisini bizə iftira edesən və onda səni dost tutarlar. Allah burada necə açıq aydın öz ayəsini bir daha təkrarlayacağım indi sizin üçün. Allah Quranda deyir ki, və kim bundan kör olarsa, o ahirətdə də kör olar və zəlil olaraq yoldan azar. Bəli, bugün Allahın ayələrində kim kör olarsa, o ahirətdə də kör olacaq. İndi görməyən, onu da görməyəcək. Sonra Allah deyir ki, yaxın idi ki, səni sınağa çəksinlər ondan və sənə vəh etdiyimizdən qeyrisini bizə iftira edəsən, onda sənin üçün dost tutarlar. Bugün Allahın ayələrini nəyə ki bizlərə vəh edib, bunlardan başqaları ilə mən hökm etsəm, başqaları ilə və mənə üzərinə dost tutacaqlar. Mənə də Allah öyrədir ki, elə bir dostlar lazım deyil. Mənə Allah 5-ci surənin səhv eləməmişə 55-ci ayəsində öyrədir ki, kimlə dost olmaq lazımdır? Allah burada öyrədir 5-ci surənin, yəni Süfrə surəsinin 55-ci ayəsində. Həqiqətən sizin dostunuz Allah, onun elçisi və o kəslər ki, inanırlar və əməllərini islah edirlər və zəkat verirlər və onlar rükü edirlər. Və kim Allahı və onun elçisini və o kəsləri ki, inanırlar, dost tutarsa, həqiqətən Allahın dəstəsindəndirlər, onlar qaliblərdir. Allah dəstəsindəndir. Şükür Allah'a. Allah Quranda, yəni yenə gördünüz ki, yenə başqa kitabdan yox, bu Quranın Allah mənə açdı, öyrətdi buradan, o da yenə vəh ilə, ilham ilə, öz mələkləri ilə nazil edir, Cənab-ı Cəbraili nazil edir mənim üzərimə və o, həmin Cənab-ı Cəbrail, həmin mələklərin vasitəsilə mənim yadıma salır, qəlbimə salır və mən bunu qirayət edirəm. Allah bu cüzü təsəvvür 17-ci surənin 72-ci ayəsini, 73-cü ayəsinin təhsil vermək üçün Allah 5-ci surənin 55-ci ayəsinə başvurmağı mənə tövsiyə edir. Yəni bu günlərin 5-ci surənin 55-ci ayəsi həmin ayələrə bir baş açıqlama verir ki, kimlə dost olmaq lazımdır. Və əgər mən Allahın kitabından kənar başqaları ilə hökm edərəmsə, onlar mən özlərinə dostsuz edər. Mənə də dost lazımdır. Qurban olum Allaha. Mən gecə gündüz ən böyük dua, ən böyük arzumdur ki, Allah mənim bu dəstədə olmağıma yardımcı olsun. Düz o mənim özümdən asılıdır. Allah istəyir ki, mən bugün dəstənin içindəyəm. Əgər mən bu dəstədən, bu qardaşlıqdan ayrılaramsa, yəni bu Allahlıqdır, bu artıq mənim özümün alçaqlığıdır. Mənim özümün zəlalətidir. Ən böyük arzum, ən böyük qorxumdur ki, şükürlər olsun Allaha, həmd olsun Allaha. Mən bu dostların içində qalım, bu dostların yanında olum və Allahı dost tutum və Allahın Rəsulunu və o inananları. Peki şeytan şükürlər təsir etməsin, həmd olsun Allaha. O da bizim özümüzdən, bu bizim yəni ancaq özümüzdən asılıdır, başqa şeydən asılı deyil. Bismillahirrahmanirrahim. Və əgər biz səni sabit etməsəydik, yaxın idi ki, onları nə edəsən şeylə az. Onda biz sənə daddırarıq 2 dəfə həyatda və ölümdə. Sonra bizim əleyhimizə sizin üçün yardım edən tapılmaz. Və yaxın idi səni ərzdən hərəkət edib və oradan xaric etsinlər. Və onda qalardılar səndən ancaq az. Və səndən qabaq göndərdiyimiz rəsulların sünnətinə görə sən bizim sünnətimizdə dəyişiklik tapa bilməzsən. Burada yəni Allah öyrədib bu təfsir, bu qirayəti tərcüməsində inşallah, yəni elə sözlər var ki, tam olunmuyor. Yəni sünnət qanundur, Allahın qanununda. Necə ki, bizdən öncəki rəsullara, necə ki, bu qanun var, öyrədilir. Və bu Allah da dedi ki, həmin qanunlardır. Dəyişiklik yoxdur. Bu 17-ci surənin 77-ci ayəsində. Bizim qanunumuzda dəyişiklik tapa bilməzsən. Allahın qanunu dəyişilmir. Qalq islahat üçün şəms gecəyə bürünməyə meyl edəndən və Quranı fəcrdə, həqiqətən Quran fəcrdə müşahidə olunur. Və gecələr çalış, onda sizin üçün könüllü olaraq ola bilsin ki, qaldırsın sənin Rəbbin təriflənən məqama və də Rəbbin daxil etməni sidqlə daxil etməklə, xaric etməni sidqlə xaric etməklə, et mənim üçün yanından sultan nəsir və də haqq gəldi, batil aradan getdi. Həqiqətən batil aradan gedən olar.
Və nazil etdik Qur'andan nə ki o şəfadır və rəhmətdir inananlar üçün və zalimlərə xəsarətdən başqa bir şey artırmaz. Bəli, Allah bu günlərin bu Qur'anın vasitəsilə görürsünüz, dönə-dönə təkrarlayır. 17-ci surədə bir neçə yerdə var bu ayə. Yenə 82-ci ayəsində Allah deyir ki, bu Qur'anı nazil edirik. Bu Qur'andan nazil olduqca bizim üçün şəfa, rəhmət, rəhim nazil olunur inananlar üçün. Yəni, hər kəs bunu qəbul edərsə, hər kəs inanarsa, bu Qur'anın hidayət, bu Qur'anın şəfa, rəhmət, o ayələr o kəsin üzərində nazil olur. Bu günlərin şükürlər olsun, həmd olsun Allaha, bu Qur'anı buradan oxumaqla gör Allahın nə boyda rəhimi var, nə qədər mərhəməti var ki, yəni bizim dilimizlə fərq yoxdur, burada mən oturmayayım, başqası otursun. Kim otursun, yəni biz şəxsə qiymət verməməliyik. Burada şəxs rol oynamır, burada Allahın ayələri tilavət olunur və Allahın ayələrini tilavət olunur, bu ağızdan çıxan kəlmələri Allahın kəlmələridir. Allah bizim vasitəmizlə insanlarla danışır. Bugün indi Allah o minnəti mənim üzərimə qoyub ki, mənim ağzımdan danışır. Necə ki, Musa Aleyhisselamla ağacın vasitəsilə danışmadı, bugün mənim vasitəmlə danışır. İndi bir neçə dəqiqədən sonra Allah başqa bir qardaşın vasitəsilə, onun vasitəsilə danışacaq inşallah. Yəni, bu Allahın rəhmidir, bu Allahın lütfidir ki, bugün 24 saat ərzində artıq gör neçə saatdır ki, Allah bu xalqla danışır və başqa bir xalqlar da baxır. İndi kimsə qəbul edir, kimsə qəbul eləmir. Orada çıxıb danışana qiymət verilir ki, bu kimdir çıxıb danışır? Bu kimliyə yox, o kimin ağzından çıxan kəlmələrə qiymət verilməlidir. Biz burada Allahın ayələrini, Allah bu Quranda deyir, ancaq Qurandan Allahın ayələri təbliğ olunur. Allahın ayələrini təbliğ edən kəs Allahın rəsulları, nəbiləri göndərilmişləridir. Bu ağır olsa da belədir. Kimin üçünsə də, yəni hər kəs üçün yox. Və onda ki, biz insana nemət verdik, o bizdən üz döndərib uzaq olar və onda ki, ona şər toxunar, məyus olar. Külli öz təbiətinə görə əməl edəcək. Və Rəbbin yaxşı bilir kim hidayət yolundadır. Və səndən sual edirlər ruh haqqında, deyil, ruh Rəbbimin əmrindəndir. Əta olunub sizə elimdən ancaq az. Və əgər biz istəyək, aparardıq onu səni vəh etmək. Və əgər biz istəyək, apararıq onu ki, sənə vəh etmişik. Sonra sən onunla bizim əleyhimizə aş vəkil tapa bilməzsən. Şükürlər olsun Allaha. Ruh barədə bugün o qədər suallar var, bugün televiziyalarda zətdə ruh barədə ay belədir, o qədər şeylər göstərilir ki, amma Allah Quranda deyir ki, ruh barəsində elm verməmişəm, yəni bu yalandır, bu insanların öz uydurmalarıdır. Çünki Allah deyir, yoxdur da, yəni bu elmi verməyib biz Allah. Çünki o haqqında məlum, biz bilirik ki, bizi idarə edən iki qüvvə var, bu ruhdur, bir də candır. Biri Allahındandır, müsbətdir, biri candır, şeytandandır, mənfidir. Və bunu artıq bilir ki, insan da dünyasını dəyişəndə ruh tərk edir bədəni və həm can da tərk edir. Əslən qalır cisim cəsəd. Yəni bundan artıq elm yoxdur. İnsanlar yəni o televiziyalarda, bazı qəzetlərdə ki, ay ruh belə gəldi, ay ruh belə görsəndə, göydən ruh nazil oldu, hasarın üstündə ruh oturmuşdu, falan yerdə ruh oturmuşdu. Yəni bunlar boş-boş şeylərdir, şükürlər olsun Allah. Ancaq Rəbbindən olan rəhmətdir. Həqiqətən onun fəzli sənin üzərində böyükdür. Əgər tamam insanlar və cinlər cəm ola ki, bu Quranın mislini gətirələr, onun mislini gətirə bilməzlər. Və əgər oldu, bəzi onların bəzi üçün zahir, yəni arxa. Yəni Allah Teala 17-ci surənin içində dönə-dönə. Yəni bu Qurandan başqa kitabın adı çəkilmir. Allah deyir, mümkündür. Bu kitabın misli yoxdur. İstər cin, istər insan, kimlər cəm olasın, nə qədər kitablar yazır. Allah Quranda deməyir, vay kəslərin anı üzərləri ilə kitab yazırlar da deyərlər ki, bu Allah tərəfindədir. Gör, nə qədər elə kitablar var. Hidayət adıyla, şəfa, nemət adıyla. Bu kitabların adından, Allahın adına şeydirlər. Amma Allah Quranda deyir ki, yoxdur bunun misli. Ancaq bu kitaba işarədir. Və əlbəttə biz sərf etdik bu Quranda insanlar üçün külli məsəldən və insanların əksəriyyəti ancaq küfrə razı oldu. Və dedilər, biz sənə inanmırıq, ta bizə ərzdən bulaq çıxmayınca. Ya sənin üçün xurma və üzüm bağı, ola ki, cari olur altında məhəllər. Ya nə qədər deyirsən, səmanı bizim başımıza salasan. Ya Allah və mələkləri dəstə-dəstə bizim müqabilimizə gətirəsən. Ya sənin üçün qızıl bəzəkli ev ola, ya səmaya çıxasan. Və sənin səmaya çıxmağına da inanmadıq, ta bizə kitab nazil edirsən.
onu qiraət edək. Sübhandır Rəbbim, mən ancaq bəşər rəsul deyiləmmi? Və mani oldu insanlara ki, iman gətirilər, onda ki, gəldi onlara hidayət, ancaq gedirlər. Allah bəşərmi rəsul qaldırdı? Deyil. Əgər ərzdə əminamanlıqda gəzənlər mələklər olsaydı, biz nazil edərdik samadan onlara mələk rəsul. Kafidir Allah ilə şahidlik mənim və sizin aranızda. Həqiqətən o onlar bəndələri ilə xəbir, bəsir. Yəni Allah bu günlərin Allahın rəsullarından olunan suallardır. Bunu belə elə, bunu belə elə, bunun möcüzən olsun, ay mən nə bilim nə olsun, ay nə, o qədər suallar verirlər ki, sənin rəsulluğa inanaq. Yəni o bizim üçün bir səbəb olsun. Allah da Quranda deyir ki, mən bəşər deyiləmmi, sizin kimi. Ancaq vəzifəm budur. Bu vəzifənin altına girecək ki, təbliğ edirəm. Açıq-aşkar, çəkinmədən, qorxmadan Allahın ayələrini təbliğ edirəm. Bu bəşər rəsul deyiləmmi? Bununla Allah bir daha öyrədir, bir daha göstərir. Çünki bu günlərim rəsul olmayacaq, rəsuldan başqa rəsul gəlməyəcək. Məhəmməd Əleyhisselamın sonucudur deyən kəslərə bir daha üzünü buradan deyəmiş. Yəni Allah burada öyrədir, yoxdur belə bir şey. Allahdan başqa Allah yoxdur, rəsuldan başqa rəsul olacaq. Məhəmməddən sonra Məhəmməd də olacaq. İsa'dan sonra İsa da olur. Necə ki olub, gəlib, gələcək də. Bu Allahın fəzlidir, bu Allahın neymətini istədiyinə verir. Bugün verib də verməsəydi insanlar bugün qalxmazdı ki. Bugün verməsəydi də görünə qədər ilk təslim olan və ətrafında olan inanımlar çıxış edirlər. Bu Allahın dəstəsi deyil. Bu Məhəmməddən sonra gələn Məhəmmədlər deyil. Adlarına fərqi var. Adları ayrıdır. Amma eyni məsləkdə, eyni vəzifədə gəliblər. Bunlar hamısı Adəm. Yəni bu ixtisasa sahib olublar. Və çalışırlar ki, bu yolu geçsinlər, şükürlər olsun Allaha. Və mən də onlara qoşulmuşam, o dəstlərinin ardınca gedirəm Allahın köməkliyi ilə. Şükürlər olsun Allaha, şükürlər olsun vahid, böyük qüdrətli Allaha. Və kimə Allah hidayət etdi və o hidayət olunub. Və kim zəlalətə düşdü, tapa bilməzsən onlar üçün, onun əvəzinə dost. Qiyamətin günündə toplayarıq onları üzləri üstə kör və lal kar halda. Onların yerləri cəhənnəmdir və küllinə ki onun odu azaldı, artırarıq onların alığını. Bu onların cəzasıdır. Ona görə ki onlar kafir oldular ayətlərimizlə bizə və dedilər, onlar ki biz sümüklər və ovuntu olduq, həqiqətən biz qalxıb yenə xəlq mi olacaq? Onlar görmədilər ki Allah odur ki xəlq etdi samaları və ərzi, qadirdir onun mislini xəlq etməyə və etdi onlar üçün əcəl ki onda şübhə yoxdur. Və zalimlər küfürdən başqa bir şey qəbul etməzlər. Əgər siz Rəhmanın rəhmət xəzinələrinin maliki olsaydınız, yenə infaq etməkdən çəkinərdiniz. Həqiqətən insan simiz olar. Və əlbəttə biz əta etdik Musaya 9 aydın ayə və sual et İsrail oğullarından. Onda ki gəldi onlar və dedi Fironuna, mən səni ay Musa sehirlənmiş zənn edirəm. Dedi, bilirsən ki bunlar nazil olub bəşarətlə ancaq səmaların və ərzin Rəbbi tərəfindən. Həqiqətən mən səni ay Firavun həlak olmuş zənn edirəm və iradə etdi ki onları ərzdən götürsün və biz onu və kim ki onunla var idi cəmiyyən qərq etdik və ondan sonra İsrail oğullarına dedik ərzdə sakin olun və onda axirət vədəsi gəldi, sizin hamınız qarışmış halda gətirik və haqq ilə nazil etdik, haqq ilə nazil oldu və biz göndərmişik səni ancaq bəşarət verən, nəzarət çatdıran. Görürsünüz, Allah Quranda bir daha o sifəti deyir, biz o sən hər bir fərdə, hər bir sənə aiddir. Yəni Allah burada deyir ki, haqq ilə nazil etmişik bu Quranı, haqq ilə də nazil olur inşallah və Allah da deyir, biz göndərmişik səni bəşarət verən və nəzərət çatdıran. Bu günlərin burada oturub mən bəşarət və nəzərət çatdırmıram mı? Budur da vəzifə. Bunu mən deyirəm. Və məndən sonra və məndən qabaq və yenə də olacaq Allah qoysa, bu bəşarət çatdırır və nəzərət çatdıranlar çıxırlar. Allahın rəsulları, bunlar nə edirlər? Bəşarət verib nəzərət çatdırırlar da. Başqa bir vəzifə var burada. Və biz Quranı hissələrə böldük ki, onu insanlara tədricən qiraət edəsən və nazil etdik biz onu, nazil olan. Görürsünüz, Allah bir Quranda deyir ki, bu nazil olub, bu nazil olmuşdur və bir də nazil olur. Və Allah da deyir ki, bunu hissələrə böldük ki, insanlara qiraət edəsən tədricən. Bəli, bu günlərin qiraət olunur tədricən insanlara. Bunu Allah deyir, biz demirik ki. İnanın onunla, ya inanmayın.
Həqiqətən o kəslər ki, ondan qabaq elm onlara verilib, onda ki onlara o tilavat olunar, çənələri üstə yerə düşüb səcdə edirlər və deyirlər Sübhandır Rəbbimiz, odur, oldu vədi Rəbbimizin fəaliyyət olunan. Yəni bugün bizim islahatda, bu ibadətlərimizdə ki, səcdəyə düşəndə bu ayələri biz başqa bir kitabdan götürməmişik. Şükürlər olsun, dönə-dönə təkrarlamaq ehtiyac yoxdur. Yəni var bu yazılarda. Qoyulub qardaşlar, biz səcdəyə düşəndə, bəli, bu səcdədə Allah bizə öyrədir ki, bu kəlmələri deyirik, həmd olsun Allaha. Bu Quranın ayəsindən götürülür, bu Allahın ayələridir, yəni biz başqa yerdən götürməmişik, bu Allahın öyrətməsidir. Sübhandır Rəbbimiz, oldu Rəbbimizin verdiyi fəaliyyət olunan, çənələri üstə səcdəyə qapananda bu kəlmələri deyirik və biz də hər ibadətdə bu kəlmələri deyirik. Və onlar ağlar aldı çənələri üstə yerə düşərlər və artırar onların çəkinmələrini. De, Allahı çağırın, ya Rəhman çağırın. Hər hansını çağırasınız, onun üçündür yaxşadılar. Və islahatınla səsini uca etmə və məhv etmə. Bu arada yol axtarıb get. Və de, həm Allah üçündür. Odur ki, özünə övlad götürmədi və olmadı onun üçün şərik mülkündə və olmadı onun üçün dost zəlalətdən və ulu tut onu ululuqla. Bəli, bu günlərim mən ibadətə, yəni bu qirayətə başlamamışdan qabaq Allahın böyük, qüdrətli, əzəmətli adlarını saydım və onun adı ilə mən başladım ki, o Allahın adı ilə də oxuyum. Allah özü yardımcı olsun ki, bu Allahın dedikləridir, Allahın kəlmələridir. Həmin ibadətdə, necə ki, mən bayaq dedim, səcdəyə düşəndə bu ayəni deyirik və burada da Allah 110-cu ayəsində, Allah bir daha 111-ci ayəsində ibadətlərdə Allahı çağırın, Rəhman surəsini oxuyuruq, Həmd surəsini, o ayəni götürmüşük və Allah üçündür, odur ki, özünə övlad götürmədi, de, o Allah əhəddir, Allah bir ehtiyacdır, heç kəs onun evladı deyil, özü heç kimin evladı. Bu 112-ci surənin işarə olaraq, bəli, bu ibadətlərdə bu iki surəni buna istinad edilmişik, həmd olsun Allaha. Yəni biz bir hədis, heç bir kitab adları var ki, deyirlər, siz də onlardan götürmüşsünüz, indi öz dilinizdə xeyr. Biz bu Qurandan, sırf bu Qurandan olmuşuq və bu Qurandan götürüb ibadət edirik. İstər ibadətin 17 rükət yox, 2 səcdə, indi inşallah vaxtımız az qalıb, Allah qoysa, oxuduqca, gəldikcə həmin ayələr, həmin surələr ona açıqlama verəcək inşallah. Allah istədiyi qədər, yenə şükür Allaha, bu qanunluq olmasın ki, mən yox, Allah özü öyrədəcək, Allahın o adlarını sayıb, inşallah yardımcı olacaq bizlərə, Allah qoysa və mən çıxışımı indi yavaş-yavaş tamamlamaq istəyirəm, artıq vaxtdır, mənə verilən vaxt az qalıb. Mən yenə şükürlər olsun Allaha, sizlərlə sağollaşıram, sağollaşmamışdan qabaq, yenə o gözəl Allahın adlarını deyib və Qurandan tərtib olunmuş duaları da deyəcəm. Yəni o duaları tərtib edən kəs qardaşlarım, həmd olsun Allaha ki, yəni seçilib qoyulub, bu ancaq Quran ayələridir, bu ayələri də Allahındır. Allahın ayələrini inşallah Allahın köməkliyi ilə o gözəl, o qüdrətli, o böyük Allah, o Allah ki, yoxdur ilahi, ancaq odur, diridir, qəyyumdur. Mən bunu 2-ci surədən o ayət-i kürsü deyirlər, o ayənin birinci sözüdür, yəni cümləsidir. O Allahdır ki, yoxdur ilahi, ancaq odur, diridir, qəyyumdur və ona 59-cu surənin 22-ci ayəsindən onun ardıcılığı oxuyub deyirəm ki, Allahın adlarını, yəni həmd olsun Allaha, həm istəyirəm bundan sonra belə eləyim, Allahın adı ilə başlayayım, qutaranda da Allahın adı ilə tamamlayayım və uca və qüdrətli Allah doğru buyurmuşdur. O Allah ki, yoxdur ilahi, ancaq odur, qeybə və şəhadətə alimdir, o Rəhmandır, Rəhimdir. O Allahdır, odur ki, yoxdur ilahi, ancaq odur, Məlikdir, yəni şahdır, Qüddüsdür, yəni müqəddəsdir, Salamdır, yəni sülhsevərdir, Müminindir, yəni inanandır, Mühayyinindir, yəni qoruyandır, Əzizdir, yəni izzətlidir, Cabbardır, yəni güclüdür, Mütəkəbbirdir, yəni təkəbbürlük, ancaq ona yaraşır. Sübhandır Allah, nədən ki ona şərik qoşurlar. O Allahdır, xaliqdir, yəni xəlq edəndir, Qadirdir, yəni ucaldaraq yaradandır, Müşavvirdir, yəni surət verəndir. Onun üçündür bütün yaxşadlar, saya salır onun üçün, nə ki samalarda, nə ki ərzdə var. O əzizdir, o həkimdir, o bəsirdir, səmidir. Şükürlər olsun o Allaha. İndi inşallah bu dualara da deyim. Təriflər, şükürlər, həmdlər ancaq Allah üçündür, Rəbbidir aləmlərin. Rəbbimiz cəzalandırma bizi əgər unudarıqsa, yaxud xəta edəriksə.
Rəbbimiz yükləmə üzərimizə ağırlığı nə qədər yüklədin üzərinə o kəslərin ki bizdən qabaq var idilər. Rəbbimiz yükləmə bizə nə ki taqətimiz yoxdur ona. Əfv et bizdən, bağışla bizim üçün, rəhm et bizə. Sən bizim Mövlamızsan və yardım et bizə üzərində kafir qovmun. Rəbbimiz qəlblərimizin əyilməyinə imkan vermə, ondan sonraki hidayət edibsən bizi. Bəxş et bizim üçün öz yanından rəhmət. Həqiqətən sən Vəhhabsan, Rəbbimiz. Həqiqətən biz inandıq. Bağışla bizim üçün günahlarımızı, bizi o qəzabından qoru. Allahım mənim, malikisən mülklərin, verirsən mülk kimə istəsən, alırsan mülkü kimdən istəsən, izzətlidir kimi istəsən, zillətlidir kimi istəsən, sənin əlindədir xeyir. Sən həqiqətən üzərində küllü şeyin qadirsən, cövlan edirsən gecəni gündüzdə, cövlan edirsən gündüzü gecədə, xaric edirsən birini meyitdən, xaric edirsən meyidi diridən və ruzu verirsən kimə istəsən qeyri hesab. Rəbbimiz, bağışla bizim üçün günahlarımızı, işimizdə istahkarlığımızı və sabit et qədəmlərimizi və kafir qovma qarşı bizə yardım et. Həmd Allah üçündür, Rəbbidir aləmlərin. Bir daha sizlərlə sağollaşıram. Allahın sülhü, əmin-amanlığı olsun. Cəmiyyən milləti İbrahimin üzərinə və onun yoluyla gedən, dində olan qız və oğlan qardaşlarımızın üzərinə. Həmd olsun Pərverdir. Təriflər Allah üçündür, Rəbbidir aləmlərin.